Salam dostlar, hər vaxtınız xeyirli olsun. Ümid edirəm işləriniz qaydasında gedir. Son zamanlar birjalarda əsasən də süni intellektlə bağlı şirkətlərin bazar dəyərlərinin çox qiymətləndirilməsi və kapitalizasiyasının böyük olması bu şirkətlərin əsasən dövlətlər tərəfindən çox böyük həcmdə subsidiyalarla təchiz olması nəticəsidir. Belə bir qısa açıqlama vermək istəyirik. Təsəvvür edin ki, siz heyvandarlıqla məşğul olan bir şirkətsiniz və sizin şirkətinizin ən böyük maya dəyəri yemlərdir, yem alışıdır. Və bilərəkdən yem şirkətlərinə dövlət tərəfindən çox böyük bir subsidiyalar ayrılır və sizin maya dəyəriniz demək olar ki, sıfıra yaxınlaşır və bununla da mənfəətiniz çox yüksək qiymətləndirilir. Bugün süni intellekt şirkətlərinin də qiymətlərinin yüksək olması və bazar kapitalizasiyasının çox böyük olması məhz onların maliyyətinin, əsas maya dəyəri aparan xam malların qiymətinin çox aşağı olması ilə qiymətləndirilir. Nə üçün bu qiymətlər aşağıdır və ya maya dəyəri niyə bu qədər aşağıdır və bu maya dəyəri nəyin hesabına formalaşır? Bu maya dəyəri əsasən dövlətlərin ayırdıqları subsidiyaların hesabına, aşağı faizli kreditlərin hesabına formalaşır və bilərəkdən süni intellekt şirkətlərinin qiymətləri artırılır, bazar kapitalizasiyaları böyük göstərilir. Amazon şirkətinin süni intellekt alt şirkətinə yeni bir mərkəz yaradılır və bu mərkəz təxmini 1 milyon evin sərf edəcəyi işıq qədər bir enerji sərfiyyatı olacağı proqnozlaşdırılır. Süni intellektin isə eyni zamanda əmək bazarında çox böyük bir təsiri var. Amerika və Avropanın bir çox aparıcı universitetlərində süni intellektin yaranması ilə təxmini 20-yə yaxın böyük ixtisas və fakültələr bağlanmışdır. Çünki aparılan tədqiqat nəticəsində məlum olub ki, bu tələbələr 4-5 ildən sonra universiteti bitirdikdə artıq onların əmək bazarına çıxıb öz əməklərini satacaqları bir konjunkturu olmayacaq. Çünki həmin əməklərinin qarşılığını süni intellektlə şirkətlər və işə götürənlər qarşılaya biləcəklər. Nvidia barəsində Michael Burry'nin apardığı araşdırmanın nəticəsində belə bir qənaətə gəlmək olur ki, bilərəkdən süni intellekt şirkətlərinin maya dəyəri aşağı göstərilir və onların mənfəətləri yüksək qeyd olunur və bununla da böyük həcmdə səhmlərinin satışı reallaşır. Trilyonluq şirkətlərin əslində arxasında dövlətlərin olması bizə heç də təəccüblü gəlmir və bildiyi üzrə həm Amazonun, həm Apple'ın, hətta Tesla şirkətinin rəhbərlərinin bir neçə dəfə konqresdə, onların milli məclisində hesabat verdiklərini və dolayı yolla hökumətlər bu hesabatla, yəni əslində özəl bir sektorun nümayəndəsinin gəlib konqresdə hesabat verməsi, bu da onu göstərir ki, o özəl sektorun trilyonların arxasında məhz dövlət dəstəyi və subsidiyaları var və buna görə də həmin o vergi ödəyiciləri onlardan bu xərcləmələrin əsasını öyrənmək istəyir. Bazarlarda baş verən son qiymətlərlə bağlı sizi məlumatlandırmaq istəyirik. Bitcoin'in və digər kriptolarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi müşahidə olunur. Bunun səbəbi kimi isə bir neçə faktor ön plana çıxır. Səbəblərdən biri MicroStrategy şirkətinin əlində olan kriptoların təxmini 30 danasının Bitcoin'in satması və bu satışların da bazara mənfi təsir göstərməsi göstərilir. Digər bir tərəfdən isə şifrəsi itmiş bir neçə Bitcoin milyarderinə şifrələrin bərpa olunması və $350 aldıqları Bitcoinlərin 65.000 dollardan sataraq bazardan çıxmaları əsas kimi göstərilir. Amma isə ümumi olaraq bu qiymətlərin artması və düşməsi bazar tərəfindən tənzimlənəcək və bazar real qiymətini
müəyyənləşdirəcək. Digər bir tərəfdən neftin qiyməti bizim ölkə içində çox maraqlıdır. Çünki bizim ən əsas gəlirimiz xam neftin ixracı ilə bağlıdır. Xam neftin ixracı ilə bağlı olduğuna görə dövlət büdcəmizin də böyük bir hissəsi məhz neftdən maliyyələşir. Bugün neftin qiyməti təxmini $100 ətrafında qiymətləndirilir. İran və yaxın şərqdə baş verən siyasi gərginlik də məhz bu qiymətin yüksək qalmasını stimullaşdırır. Amma məsələ ondan ibarətdir ki, bizim kimi ölkələr bəli $60-70 büdcədən nəzərdə tutublar neftin qiymətini və təxmini 30-40% bir çox gəliri var kimi görsənir. Amma digər tərəfdən isə ixalatımız böyük ölçüdə digər ölkələrdə asılı olduğuna görə burada artmış olduğumuz 30-40%lik dəyər digər bir tərəfdən ixal etdiyimiz mal, xidmətlərdə qiymətlərin artması fonunda, çünki nəqliyyatın əsas maya dəyəri məhz neftdən, benzindən və dizeldən asılı olduğuna görə o tərəfdə qiymətlər qalxdıqca bizim xam neftdən əldə etdiyimiz gəlir də yavaş-yavaş əriyir. Digər bir tərəfdən isə Cənab Prezident də öz son çıxışında bildirdi ki, neftin qiymətinin qalxması müsbət haldır. Bizim büdcəmiz artım baş verir. Sadəcə olaraq neftdən gələn gəlirimizi biz digər investisiya vasitələrinə yönləndirmişik. Səhim bazarı, istiqraz bazarı və istiqraz bazarında bu dalğalanmalar, məhz istiqraz bazarında və səhim bazarında dalğalanmalar bizim investisiyalarımıza mənfi təsir göstərir. Digər bir tərəfdən qızılın qiyməti də dünya bazarında təxmini stabilləşib, yəni $4800-5000 ətrafında qiymətləndirilir. Amma bu xəbəri bir xəbər üstələdi. Amerika prezidenti Donald Trump bildirdi ki, bizim rezervlərimizdə olan qızılın sayım prosesi başlayacaq. Çünki mən tam əmin deyiləm ki, orada həqiqətən də 9000 tona yaxın qızılımız var. Ümumiyyətlə, dünyada ən çox qızıl rezervi olan ölkə Amerika Birləşmiş Ştatlarıdır və təxmini 8800-9000 tonluq bir qızıl olduğu açıqlamalarda verilir. Amma əgər sayım olsa və bunun aşağı olduğu müəyyən isə, təbii ki, qızılın qiymətinə müsbət mənada təsir göstərəcəkdir. Qızılla bağlı bir digər məsələni qeyd etmək istəyirəm. Çin uzun illərdir ki, təxmini 3 və ya 4 ildir ki, öz istehsal etdiyi qızılı satmır. Öz istehsal etdiyi qızılı ixrac etmir, ölkə daxilində saxlayır və bununla da öz rezervlərini artırmağa davam edir. Nəzərə alsaq ki, Azərbaycan da az da olsa öz qızıl istehsalı var və bunun da rezerv kimi saxlanılması, ixraca yönləndirilməməsi prinsipcə məntiqə uyğundur. Böyük ehtimal bunun barədə də bizim iqtisadi komanda öz məsləhətlərini bildirir. Belə dostlar, özünüzə yaxşı baxın. Sizə uğurlu, sağlıqlı və bol qazanclı günlər arzu edirəm. Görüşənədək.